Uşaqlar toplu 2019 birinci hissə həndəsə bölməsində üçbucaqlar bölməsində nə tər idi? Bərabər yanı, bərabər tərəfli üçbucaqlar 33 və daha sonra, yəni 32-dən sonraki suallar. İndi mən 33 işləyirəm, həmişə kimi. Sayılı olanları mən işləməliyəm, cütlüsüz. ABC üçbucağı verilir, şəkili çəkər. A, B, C. Deməli, bu şəkili çəkim sonra verilənləri yazır. Bu K-dır. Sonra bir dənə hündürlük belə çəkib. Hündürlük biraz fərqlidir burada. Belə. Bax, bura N-dir. N-dir. Bura O-dur. Burada 130 dərəcə. Deməli. Deyir ki, AB bərabərdir BC. Sonra BK perpendikulardır AC. AN də perpendikulardır BC. Bucaq AOB bərabərdir 130 dərəcə olarsa, bucaq B-ni tapın. Görək nədir uşaqlar? AB deyir BC-yə bərabər. Bax, bunlar bərabər yanılır. Yəni ikisi də bir-birinə bərabərdir bu bucaqlar. Yaxşı. AOB 130 dərəcədir. 130 dərəcə. Görək bu nədir? Bax, bura misal üçün alfa olanda yox. Hələ bir şey yox. AB BC-yə bərabər. Hündürlüksə, deməli bu təmrlər. Bu da yarı bölünür, bu da yarı bölünür. Məsələn, buna deyək beta bölək 2, buna da deyək beta bölək. Bu olur alfa, bu olur alfa. İndi 130 olanda nə olur? Bura 50-dir. 50 dərəcədir. Bura neçə olur uşaqlar? 40 dərəcədir. Düzdür? Bax, bura olur 40 dərəcə. Niyə görə? Görürsün, xarici bucaqdır, 50, 90 dərəcə. Bura 40 olanda təm böləndir, burada 40 dərəcə. Bizdən B bucağını soruşuyor. Heç o başqa bir şey ehtiyac yox. Deməli, onda B bucağı 80 dərəcə olur. B var yəni. Keçirik. Ən yorucu suallardan biri də o bucağı toplası qalırdı bucaqlar. Heç bir xüsusi şeyə ehtiyac yox. Bərabər yanında 3 bucaq var. Oturacağı bitişik bucağın təm böləni arasında ondan oxşar 3 bucaq var. Deməli, uşaqlar, oxşarlıq lisədə keçməmişik, amma mən gələcək üçün bunu yazıram. Bərabər yanında 3 bucaqda siz bunu yazmaya bilərsiniz. Bərabər yanında 3 bucaqda oturacağı bitişik bucağın təm böləni, bu təm böləni görək nə olur. Ondan verilmiş üçbucağa oxşar üçbucaq ayrılır. Çox maraqlıdır ki, verilmiş üçbucağa oxşar üçbucaq ayrılır. Oxşar üçbucaq ayrılır. Verilmiş üçbucağın təpə bucağını tapın. Verilmiş üçbucağın təpə bucağı. Məsələn, burada təpə bucağı alfalsa, bu da buna bərabərdir. Deməli, bura olur ikisi 180 dərəcə çıxar, alfa bölü 2 olur. Bu da olur 90 dərəcə çıxar, alfa bölü 2. Deməli, bura 90 dərəcə çıxar, alfa bölü 2. Düzdür. Bu təm bölən olduğu üçün bu ikisi bir-birinə bərabər ola bilməz. Bərabər, yəni oxşar üçbucaq, oxşar bilirsiniz nədir? Eyni dəfə tərəflər böyüyür, eyni dəfə kiçilir. Yəni, bir-birindən tərəflər 2 dəfə böyüyür. Tərəflər 2 dəfə kiçilir. Oxşar olanda indi bundan sonraki mövzumuz oxşarlıqdır. Bucaqlar olduğu kimi qalır, tərəflər eyni dəfə böyüyür. Ona görə bucaqlar bərabər olduğu üçün bu ikisi bir-birinə bərabər ola bilməz. Çünki bu da oturacağı bitişik bucaqlar bərabər olduğu üçün 90 dərəcə çıxaq alfa bölü 2 də bu olmalıdır. Yarı bölündüyü üçün olmur. O orucu bunun yarısı olmalıdır. Deməli, onda buradır 90 dərəcə çıxaq alfa bölü 2 də bu olur. Çünki oxşardırlar axıdır. Nəyə tapın deyirdi? Təpə bucağını, təpə bucağı. Çox yaxşı. Bura 90 çıxaq alfa bölü 2, burada 90 çıxaq alfa bölü 2. Bax, bu da axı təm böləndir uşaqlar. Oturacaq bitişik bucaqlar bir-birinə bərabər olduğu üçün deməli bu bucağı yarı bölür. Burada olur yarıya böləndə bunu necə edir? 45 dərəcə çıxaq alfa bölü 4. İndi bu üçü bir yerdə, üçbucağın bucaqlarının cəmidir. Yazıram onda 45 dərəcə çıxaq alfa bölü 4 üstə gələk. İkisini də bir-birindən toplayanda bu 180 dərəcə çıxaq alfa edir. Bərabərdir 180 dərəcənin özü. Çünki 3 dənə üçbucağın cəmi, üçbucağın bucaqların cəmi. Bunlar getdilər. Bu da eləyir 4'də 5 alfa bərabərdir 45 dərəcə.
Alfa da bərabər 36 dərəcə mi? 5'e böldüm. 36 dərəcə var mı görün? D var ya. Düzdür, indi siz başa düşmürsünüz, amma biraz keçəndən sonra ortaya keçəndə daha dəqiq başa düşəcəksiniz. Yaxşı, keçirəm 37. 37 belədir. Deyir ki, oturacağı BC olan ABC üçbucağında AB tərəfini Y nöqtəsində kəsən CY düz xətti verilmişdir. Görək nədir? Sərkinsizdə ABC olan ABC oturacaq BC isə deməli bunlar bir-birinə bərabər. AB tərəfini Y nöqtəsində kəsən CY düz xətti verilmişdir. ASY 18'dir. Bak, belə bir düz xətt verir. Y nöqtəsində kəsir. ASY bucağı 18 dərəcə. SY BS'yə bərabərdir. SY, yəni bax, bu buna bərabər. Görürsünüz, yenə bərabər yanı bucağı alınır. Olarsa ABS'ni tapın. Bax, bu X bucağını tapmaq lazımdır. İndi görək bu nədir? Yaxşı. Əvvəla, bura X-dırsa, oturacağı bitişik bucağı olduğu üçün burada cəm X olmalıydı. Deməli, bura oldu X çıxaq 18 dərəcə. Düzdürmü? Çünki cəmi 18. Bu ikisi də bir-birinə bərabər olduğu üçün, böyrünüzdə baxın, B, C, Y üç bucağı da bərabər yanlıdır. B-yə də oturacağı bitişik bucaqlardır. Deməli, burada X olacaq. X. Üçü bir yerdən nə əmələ gətirir? Sudan bucaqların cəmi. Deməli, X üstə gələk, X çıxaq 18 dərəcə bərabərdir 180 dərəcə edir. 3x bərabərdir 198 dərəcə, x da bərabərdir 66 dərəcə. Vəssalam. C var ya. Keçək görək. 39'da nə var? Onlar da belə olsa da bütün enerjimiz deyirlər. Toplatsın. Çox adın qurqlar olmaz kimi bir şey. Çox adın qurqlar, təmirlər sistemi. Mənası oldu. İndi neçədəyik? 39'da. 39 da belə düşər. Oturacağı AC olan bərabər yanlı. A, B, C. Deməli, AD təm bölən çəkilir yenə. Tapışalım, təm böləndir, deyirik. C bucağı 72 dərəcə. Bax, bura 72 dərəcə. Onu da deyim ki, bu bərabər yanlıdır. AD üstə gələk BD cəmini tam. AD üstə gələk BD. AC-ni də verib neçə? 8. Daha görək nə? 72 olanda elay. Bura olur 36. Səncə niyə? Bərabər yanlıdır. AC nasıldır? Buranı da verir 8. Düzdür. 72, 36, 108. Bura neçə olur? Burada 72 olur. Çox maraqlıdır ki. Burada 72 dərəcədə onda, düzdürmü? AD ilə BD-ni tapılır. Çox yaxşı. 72-dirsə bura. Xarici bucaqda görürsünüz. 36 olanda bura neçə olur? Burada 36. İkisi bir-birinə bərabərsə deməli fikir verin. Qoy bunu silin buradan. Bu da buna bərabərdir. Düzdürmü? Bura 8-dir. Görürsünüz, iki dənə bucağı bir-birinə bərabər, deməli bunlar bir-birinə bərabərdir. Burada 8-dir. İndi fikir verin. Onda burada 8 olur. Niyə? Çünki bu da bərabər yanlış bucaqdır. Burada 8 olur. İndi deyil görüm, AD üstə gələk BD neçə edir? AD 8, BD 8, cavab 16. C var. 41'ə baxaq. Görək, 41 dənə var. Mən deyirdim, mən bunu tezcə tutaracaq. Sən də biraz əsas yorucu hissəsi burayı. 41'də belə. Oturacağı AB olan bərabər yanlı ABC üçbucağında. Çəkək. ABC bərabər yanlıdır. A və B bucaqlarının təmvülənləri O nöqtəsində kəsişir. Belə. Belə. O nöqtəsində kəsişir. BAC bucaq BAC
72 dərəcə olarsa, bucaq AOB neçə? Əjələ, bax, bura 72. Həm bölən olduğu üçün 36, 36, bura oldu mu? Oturacaq, iki bucaqlar bərabər olduğu üçün 36, 36 da bura oldu mu? AOB neçə edir ondan? Bax, buranı soruşur. Bucağın bucaqların cəmdə ikisi bir yerdə 72, deməli, bu da 108 dərəcə. Keçirik 43-ə. Görək 43-də nə var? 43-də maraqlı sual oxşuyur. Deyir ki, ABC üçbucağında AB AC-yə bərabərdir. Deməli, bir dənə bərabər yanı üçbucaq çəkib uşaqlar. A, B, C. Bu buna bərabərdir. Yazır ki, AB bərabərdir. AC, o da B. BC-ni də verib A. BK-nı da verib A çıxaq B. Bucaq BAK bərabər 15 dərəcə. Bucaq BCA nəyə bərabərdir? Verilənləri yazaq. AB, AC. Bu görün, burada bir şəkildə əlavə bir şey. Kanı çəkməmişim. Qırxıcı belə. Xalı harisa bular. İndi verilənləri yazaq. Deməli, bunlar B ikisi. Burada B'dir, burada B. B'si, bura A. A'dır. Burada A çıxaq B. A çıxaq B. Düzdür mü? Onda bura nə olur? Burada B olur da. Yaxşı. B-A kabucaq. Hanı? B-A-K. Bura 15 dərəcə. Bizdən nəyə soruşur? B-C-A-nı. Bax, buranı. X-i soruşur. Çox yaxşı. 15. Elə mi? 15. Görək nə olur? Heç nəyə lazımız yoxdur. Bax, burada olur 180, 90 dərəcə çıxaq x bölə 2 olur. Niyə? Çünki bax, bu üç bucağa görə, bura x bucağıdır. Bu ikisinin cəmi 180 çıxaq x olur. Bunlar da bir-birinə bərabər olduğu üçün görürsün, burada bir. Onda deməli, bura nə olur? 90. Burada x-dir, onu yaddan çıxart. Çünki oturacağı bitişik bucaqlar. Bu A çıxaq B. İndi fikir ver. Bura nə olur? Burada olur 90 dərəcə çıxaq x bölə 2. Bax, bu xarici bucaqdır, görürsünüzmü? 90 dərəcə çıxaq x bölə 2 bu ikisinin cəminə bərabər. Yəni, x üstə gələk 15 dərəcə bərabərdir. 90 dərəcə çıxaq x bölə 2. Bu isə x üstə gələk x bölə 2 bərabərdir. 90-dan 15 çıxanda 75 dərəcə mi edir? 2-də 3 x bərabərdir. 75 dərəcə, x 50 dərəcə mi edir? 3-ə bölü 2-yə olanda, o da həmin axtardığımız elə 50 dərəcə edir. 45-ə baxaq. Görək 45-də nə var? Qırx 45'də də deyir ki, bərabər yanlı ABC üçbucağında AC oturacağının uzunluğu 8'dir. Bərabər yanlı ABC üçbucağında ABC oturacaqdır. Bura 8'dir. Medianların kəsişmə nöqtəsindən B təpəsinə qədər məsafə isə. Bax, bu medianlı deməli 4 bulaq olur. Bax, bu da, burada dərsən 2-nin 1-ə söhbət olacaq. Bizə dəqiqə, bu da mediandır. Bax, bu O-dan B təpəsinə qədər olan məsafə də 2. ABC üçbucağının perimetrini tapır. Bura 8, bura 4. Bax, medianların belə bir xassəsi var. İndi keçəcək onu oxşaraq da. Üçbucağın medianları bir nöqtədə kəsişir və bu nöqtə təpədən başlayaraq hər bir median 2-nin 1-ə nisbətində bölür. Bax, bura neçədirsə bu onun yarısına bərabər. Bura 1 oldu mu? 1. Düzdür? Deməli, biz nəyi tapa bilərik onun vasitəsindən? Bizə dəqiqə 1 oldu, medianı bildik. Median həm də hündürlükdür. Bura 3 oldu mu? 3. Cəmi. Bura 4'dür mü? Fagor təriminə görə bura 5 oldu mu? Bu üçbucağa baxın, bura cəmi 3'dür.
Bura 4'dür. Niyə? 3'ün kvadrat üstə gələk. 4'ün kvadrat bu 5'i. 5 oldu mu? Burada 5'dir, bərabər yanlı olduğu üçün burada 8'dir. Onda perimetr bərabərdir. 5 üstə gələk, 5 üstə gələk 8, yəni 18. Keçirik 47'yə. 47. belə. Bu da maraqlıdır. Bərabər tərəfi üç bucaq verilir. A, B, C. Üçü də bir-birinə bərabər. Deyir ki, C-A-N. C-A-N nədir bu burada? 25'dir, C-B-M də. Belə bir şey çəkib. Bura M bu. Bir də belə çəkib. Buranı da M bu. Buranı da D bu. Buranı uşaqlar verir 25 dərəcə. Buranı da 40 dərəcə. Eləmi? NDB. NDB. Bax bu ikisi soruşur. Asan. Bunlar hamısı 60'dır. Eləmi? 60 olanda bura neçə olur uşaqlar? 35 dərəcə. Bura neçə olur? 20 dərəcə. X da görürsün bu xarici bucaqdır, bu ABD üçün. X da bərabərdir 20 dərəcə üstə gələk 35 dərəcə, bura 55 dərəcə. 49'a baxaq. 49 belə. Bərabər yanlı ABC üç bucağında çəkirik. Bərabər yanlı ABC A, B, C. Deməli, AB BC-yə bərabər. C bucağı 50 dərəcə. Bu oldu 50 dərəcə. C-A-N. C-A-N. Belə bir şey çəkir. N. Bura oldu 20 dərəcə. CBM isə, CBM. Bax, belə bir şey də buradan çəkir. Burada oldu 40 dərəcə. Harca bəyəkkin oxşar sual elədir. Burada D, burada M. Olarsa NDB, NDB, NDB. Bax, biz D-də burada bizdən bu X bucağını soruşur. Şöyle 50 dərəcədirsə təpə bucağı. 65-65 mi eləyir bunlar? 65'dən 20 çıxanda bura 45 dərəcə, 65'dən 40 çıxanda da 25 dərəcə eləyir, düzdür? X da xarici bucaqdır. X bərabərdir 45 dərəcə üstə gələk 25 dərəcə. 70'dir mi Aysukan? 70 dərəcə. Bizədən 51'dir, görüm o nədir? Heç öyle çox yorucu olsa heç ehtiyac yox. 53 də var, hə, eləyə yoxdur. 51 də belədir. Bütün çərtin nə varsa, yorucu nə varsa, onun hamısını eləmək lazım. 51 belə. Bizədən uyğunlaşdırma var, olamağa düşdür. Deyir ki, birincisi 8 və 17. İkincisi 3 və 9. Üçüncüsü 6 və 14. Perimetr, perimetr, perimetr. Üç bucaq bərabərsizlik uşaqlar, başqa bir şey deyil. Bərabər yanlış bucaqlar. Bu yalnız belə ola bilər. 17, 17, 8. Niyə ola bilməz 8, 8, 17? Bucaq bərabərsizlik iki tərəf buradan şey olur. Cəmi kiçik olur. Burada isə nə tər olur? 9, 9, 3 də bu olur. Burada da həmin qayda görə 14, 14, 6 da bu olur. Birincidə 34, üstə də gələndə 8, 42. P bərabərdir 42. İkincidə 18, P bərabərdir 21. Üçüncüsündə 28, üstə də 6 gələndə P bərabərdir 34. 1, 2, 3. Deyin görüm nə edir? Deməli, oturacaq 6'dır. A variantı. A 3'e ait. Sonra perimetr 42'dir. B variantı 1'e aittir. Perimetr 21'dir. C 2'ye aittir. Perimetr 30'dur. Yoktur. Perimetr 34. Y da sonuncuya ait. B, C, A, Y. Keçirik. 53. Bu sonuncudur. Bu bölmək üçün. Deməli belə. Oturacağı 19 olan bərabər yanlı 3 bucaq
yan tərəfini ala biləcəyi ən kiçik qiyməti tapın. Bərabərsizlikdən istifadə edəcəm. X bərabər uzaqdır. Düzdürmü? Yan tərəfini ala biləcəyi ən kiçik qiymət. Uşaqlar, bilirsiniz ki, uzaq bərabərsizliyinə görə bir tərəfin uzunluğu digər iki tərəfin uzunluqları cəmindən kiçik olmalı. Yəni 2x ikisinin cəmi 19-dan böyük olmalı. Düzdürmü? Həm də istənilən x da bu ikisinin fərqindən böyük olmalı. Yəni x böyük olmalıdır, 19 çıxar x-dan mod olmalıdır. İndi fikir ver. Onda x böyük olur 9,5-dən. Düzdürmü? Nə soruşur bizdə? Onda ehtiyac yoxdur. Elə ən kiçik tam qiymət 10. O birisinə ehtiyac yoxdur. 10-dur. Bu qədər cüt sayda olan